Şəhərin bir çox ərazilərində zibil qablarının vəziyyəti artıq adi şikayət yox, sistemli laqeydliyin açıq göstəricisinə çevrilib. Konteynerlər dolub daşır, ətrafı zibillə basıb və uzun müddət təmizlənmədiyi açıq şəkildə görünür. Sakinlərin narazılığına görə zibil qabları sadəcə yerləşdirilib və sonra tam nəzarətsiz buraxılıb. Nəticədə küçələrdə üfunət qoxusu yayılıb, milçək və gəmiricilər artıb, yaşayış mühiti isə getdikcə dözülməz hala düşüb. Ən narahat edici məqam budur ki, bu vəziyyət artıq lokal problem deyil, şəhər təmizliyi sistemində ciddi idarəetmə boşluğunu göstərir. Kağız üzərində mövcud olan təmizlik və dezinfeksiya qrafikləri real həyatda icra olunmur. Bu isə birbaşa ictimai sağlamlıq riskidir. Antisanitar mühit xüsusilə yay aylarında infeksiyaların yayılması üçün əlverişli şərait yaradır və məsuliyyətin gecikməsi problemi daha da dərinləşdirir. Sakinlər açıq şəkildə bildirirlər ki, vəziyyət nəzarətdən çıxıb və formal yanaşmalar artıq kifayət etmir. Ya təmizlik və tullantı idarəçiliyi sistemi ciddi şəkildə yenidən qurulmalıdır, ya da şəhər daha ağır ekoloji və sanitar böhranla üz-üzə qalacaq. Təmizlik lazımdır, gözəllik lazımdır ki, belə bu vəziyyətdə. Bu son vaxtlar belə olub, problem nədir, mən də bilmirəm dəqiqin. Amma belə bir 3 gündür, 4 gündür bu vəziyyətdədir, götürən yoxdur zibili. Antisanitariyadır da. Əlbəttə yaxşı deyil. Buna xoş kim deyə bilər? Normal adam yaxşı deməz ki ona. Vaxtında yığsalar, vaxtında təmizlənsə belə problemlə yaşanmazdı. Mülkəli dolub. Baxmırlar. O birisi binada, bu burada hər gün götürürlər. Burada yox. Qalmış o belə. Zibil yığılıb, heç nə veclərinə deyir. Amma pullarını alırlar.